Ölkədə hava şəraiti qeyri-sabit keçir. Bəs həftə sonu hava necə olacaq? Gündəm xəbər Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, arabir tutulacaq. Əsasən isə yağmursuz keçəcək. Mülayim şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 15-17 dərəcə isti, gündüz isə 24-27 dərəcə isti olacaq. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq və dağ ətəyi rayonlarda isə arabir yağış yağacağı və şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısa müddətli leysan xarakterli olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qara keçəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 14-18 dərəcə isti, gündüz isə 23-28 dərəcə isti olacaq. Dağlarda isə gecə 5-10 dərəcə isti, gündüz isə 14-19 dərəcə isti olacaq.